Son illərdə Çin və Amerika Birləşmiş Ştatları arasında artan geosiyasi gərginlik Hollywoodun Çin bazarına çıxışını çətinləşdirir. İki sahil xəbər verir ki, Çin hökuməti Amerika filmlərinin ölkədə nümayişinə məhdudiyyətlər qoyaraq milli mədəniyyətin qorunmasını və xarici təsirlərin azaldılmasını hədəfləyir. Bu dəyişikliklər Hollywood studiyalarının Çin bazarına uyğunlaşmaq üçün ssenarilərini və personajlarını dəyişdirməsinə səbəb olur. Məsələn, bəzi filmlərdə Çin mənşəli mənfi personajlar dəyişdirilərək daha neytral və müsbət obrazlarla əvəz olunur. Çin hökumətinin bu siyasəti yerli film sənayesinin inkişafını təşviq etməklə yanaşı, milli dəyərlərin qorunmasına da xidmət edir. Bununla belə bu məhdudiyyətlər beynəlxalq film sənayesində müxtəliflik və yaradıcılıq azadlığına təsir göstərə bilər. Hollywood studiyaları Çin bazarına çıxış imkanlarını qorumaq üçün filmlərinin məzmununu Çin senzurasına uyğunlaşdırmağa çalışır. Bu isə bəzi hallarda yaradıcı azadlıqların məhdudlaşdırılmasına səbəb olur. Çin və Amerika Birləşmiş Ştatları arasındakı bu mədəni qarşıdurma gələcəkdə beynəlxalq film sənayesində yeni tendensiyaların yaranmasına və regional bazarların daha da önə çıxmasına səbəb ola bilər.